Biz həm səhih, həm qeyri-səhih rivayətlərə əsasən kommentlərinizə bağlayın. Ya da qalsın açıqlar, biz ona vaxt ayırmayaq, sübh az qalır. Xütbədə də onsuz biz səhih və qeyri-səhih hədislərə əsasən bilirik ki, bunu Peyğəmbərin dilindən də var İmam Əliyə nisbət, İmam Əli əleyhissalamın özünə də bu məqama nisbət verməsi var. Hansı məqam nədir? İfadə budur. Mən bütün Peyğəmbərlərin dönəmində gizli, sonuncu Peyğəmbərin dönəmində aşkar gəldim. İndi bu məqamın isbatı məsələsi var. Deməli, məsumların məqamı barəsində 3 dənə məqamdan danışa bilirik. Biri zahiri məqamdır. Zahiri məqam nədir? Zahiri tanıma, mərifəti zahiri deyirlər. İmamın adı nədir, harda doğulub, atası kimdir, anası kimdir. Bu tanıma bizə fayda vermir. Ümumi tanımadır. Biri Allah yanında olan tanımadır. Yəni, Quran və hədisdə məqamı nədir? İndəllah deyirlər buna, Allah yanındakı məqam. Biri zatillah məqamıdır. Allahın zatındakı məqamları nədir? Daha dərin bir məsələ. Məsələn, ikinci mərhələdə imam rukuda zəkat verəndir, nə gözəl, oradan bəllilik çıxır, ya Peyğəmbər məsələ hədisinə deyəndə mən elmi şəhəriyəm, əli onun qapısıdır, nə gözəl, elmə sahibdir və s. Amma zatillah məqamı, o nədir? Zatillah məqamında işlədilən bir ifadə budur. İmam Əli əleyhissalam özünə elə bir nisbət verir ki, elə bir şəkildə özünü təqdim edib tanıtdırır ki, və Peyğəmbərdən də bu hədislər var ki, İmam Əlidə bu mərhələ var, bu məqam var. Bütün Peyğəmbərlərin dönəmində gizli, sonuncu Peyğəmbərin dönəmində aşkar gəldi. Yaxşı, bu ifadəni necə başa düşün, necə fəhm eləyək? Bu ifadəni isbat edə biləcəyimiz həm hədis dəlilimiz var, həm ayə dəlilimiz var. Həmin o bir məşhur hədisdir, düzdür, sənədə zəif də olsa, mətni gözəldir ki, Peyğəmbər bir gün oturmuşdu, Həzrəti Əmir əl-Müminin də yanındaydı, amma başı aşağı bir surətdə idi. Peyğəmbər insanlara söhbət elədiyi bir anda ərəblərin indiyə qədər görmədiyi və çox çirkin bir simaya sahib olan birisi yaxınlaşır. Peyğəmbərə yaxınlaşdığı zaman Peyğəmbərə xitabən Peyğəmbərə sualı olduğunu bildirir. Peyğəmbər sualından əvvəl onun kim olduğunu, özünün kim olduğunu tanıtdırmasını istəyir. Və həmin şəxsə deyir, mən Ham ibni, Him ibni, Lamis ibni İblisəm. İblisin oğlu Lamisin, oğlu Hamın, oğlu Himəm. Və mən iblis tərəfindən məmur edilmişəm ki, bütün Peyğəmbərlərə həmlə eləyim və onlara zərər vurun. Mənim işim budur. Deyir, amma sualım bu var. Sualıma görə gəlmişəm. Peyğəmbər deyir, soruş sualı var. Həmin o Ham deyir ki, mən hər zamanda Peyğəmbərlərə həmlə elədiyim anda bir nəfər çıxdı, məni döydü və qovub göndərdi. Bilirəm ki, sən sonuncu Peyğəmbərsən. Səndən sonra da biri gəlməyəcək. Amma həmin şəxsin kim olduğunu isə tanımıram. Onun kimliyini öyrənmək istəyirəm. Həzrəti Peyğəmbər soruşur ki, onu görsən, tanıyarsan, həmin o Ham deyir ki, bəli, tanıyarım. 124 min dəfə döyülüb o şəxs tərəfindən. Tanımaması mümkün deyil. Deyir, bəli, tanıyarım. Deyir, Həzrəti Peyğəmbər əlini tutur İmam Əlinin sənəsinə və onun başını qaldırır. Həmin o Ham İmam Əlini görəndə bir qəşş edir, qorxur və qaçır. Gedir. Həmin bu ifadədən, bu hədisdən başa düşdüyümüz budur ki, bütün Peyğəmbərlərə bir zərbə gəlib. Daha doğrusu zərbə gəlilməsini istəyib iblis tərəfindən. Amma bütün Peyğəmbərlərə hifz və himayə eləyən var idi. Niyə? Çünki bütün Peyğəmbərlərin missiyası müqəddimədir ki, sonuncu Peyğəmbərin və onun əhl-i beytinin işini kamilləşdirsin. Səhv eləməsin Ziyarət-i Cami-i Kəbirədədir, bu ifadə gəlib. Əssəlamu aleykə ya əhləl beytin nübuvvə. Nübuvvə ifadəsi, yəni salam olsun sizə ey Peyğəmbərlik evinin sahibi. Əhli daha doğrusu. Peyğəmbər evi ilə Peyğəmbərlik evi arasında incə bir fərq var. Ev haqqında deyiblər ki, ev insanın abrını qorumaq üçündür, onu təhlükədən qorumaq üçündür, zərərdən qorumaq üçündür. Və insanlar da gələr o ev sahibinə üst tutarlar.
qonaq qəbul eləyərlər. Bütün peyğəmbərlər müqəddimədir ki, gəlsinlər o evi bizə müərrif eləsinlər, tanıtdırsınlar. O evi bizə bildirsinlər, başa salsınlar, istiqamət versinlər, yön versinlər. Çünki bütün peyğəmbərlərin ki, dinin ilahi missiyanın müqəddiməsinə qurmaqdır. Ta ki, sonuncu ev əhli öz missiyalarını yerinə yetirməyə bacarsınlar. Həmin missiyalar üzərində bu ev əhli də bunların evini tanıtdıran peyğəmbərlərin də himayəkarıdır, onları qoruyandır. Çünki onları qorumasa, onlar evi tanıtdıra bilməzlər. Əhl-i beyti tanıtdıra bilməzlər. Həzrət Əli əleyhissalamın nəql olunan hədisdə bizə bunu göstərir. Bütün peyğəmbərlərin dövründə gizli bir surətdə gəlib, sonuncu peyğəmbərin dövründə isə aşkar bir surətdə gəlib. Hər peyğəmbərlərin zamanında olub, mövcud olub, var olub. Amma bunun varlığını biz necə müşahidə edirik və bunun dəlili nədir? Dəlili Qurani-Kərimdən ayədir. Ayədə maraqlı bir ləfz var. Təəssüf ki, bunu başqa cür tərcümə edirlər, amma çox incə bir nöqtədir. Nöqtə budur. Harun peyğəmbər və Musa peyğəmbər haqqında bir qissədir. Harun peyğəmbər haqqında Həzrət Musanın istək və tələbləri var. Həmin ifadə nədir? Deməli, və əxi Harun, qardaşım Haruna gəldikdə, bu ifadə Musa peyğəmbər sözüdür. Huva əfsəhu minni lisanən. Onun dili mənimkindən daha fəsahətlidir, daha gözəl danışır qardaşım Harun. Fə ərsiluhu mə'iyyə. Onu mənlə bahəm göndər, ridən. Yusaddiquni, məni təsdiq eləsin. Niyə? İnni əxafu ən yukəzzibun. Çünki mən qorxuram ki, məni inkar edərlər, məni təkzib edərlər, məni rədd edərlər. Taha surəsində deyil. Yaxşı. Həzrət Musanın bir narahatçılığı var. Narahatçılığı nədir? Peyğəmbərlik işinin üzərindədir. İlkin ifadə özü nəzər gəlir? Bir ayə əvvəl, yəni Qəsəs surəsi 33-cü, 34, 35-ci ayələrdir. Bu deyirəm, qeyd edirəm. Qalə Musa deyil, Rabbi inni qatəltu minhum nəfsən. Mən qorxuram ki, onlar məni öldürsünlər, qətl etsinlər və əxafu ən yəqtulun. Və həqiqətən də qorxum bundandır ki, mən onlardan bir nəfər öldürmüşəm. Buna görə qorxum budur ki, onlar məni öldürsünlər. Həzrət Musa canından narahatdır. Növbəti ayədə deyir ki, qardaşım Haruna gəlincə, huva əsfəhu minni lisənə, onun dili mənimkindən daha fəsahətlidir. Fərsilhu mə'iyyə, onu məndən bahəm göndər. Yusaddiquni, rid'ən yusaddiquni. Niyə? Çünki o məni təsdiq eləsin. İnni əxafu ən yukəzzibun. Çünki mən qorxuram ki, məni təkzib eləsinlər. Birinci ifadədə Musa peyğəmbər canından qorxur. İkinci ifadədə dediklərindən qorxur, təsdiq. Yəni peyğəmbərlik məqamı. Yəni həm canı qorxusu var, həm də peyğəmbərlik missiyası var. 35-ci ayədə. Qalə, Allah deyir, Allah cavab verir. Sənəşuddu əzudək bi əxik. Sənin əzavı, qoluvu qardaşın vasitəsilə gücləndirdik, qüvvətləndirdik, şiddətləndirdik. Və nəcəalu və qərar verdik ləkuma, sizin ikinizə sultanən, bir dənə sultana. Bir sultan sizin ikinizə qərar verdik. Ələ yusilunə ileykuma, siz onun vasitəsilə qələbə çalasınız. Bi əyətinə əntuma və mən ittəbə'kuməl qalibun. Biz öz ayələrimizi, öz nişanələrimizi elə bir tərzdə verəcəyik ki, siz və sizə tabi olanlar qalib gələcəklər. Özü deyir ki, fələ yusilun eleykum, onların əli sizə çatmayacaq. Yəni sizin ikinizə, ifadə necədir? Və nəcəalu, qərar verirəm ləkuma, ikinizə. Nəinki Musaya, Harunu verməksən. Yox, ikinizə də bahəm. Yəni birinci cümlədə sənəşuddu əzudəkə bi əxik, səni qardaşınla şiddətləndirirəm. Yəni Musanın özünə Harunu verirəm. İkinizə də bir dənə sultan verirəm ki, o sultan sizə kömək olacaq, qalib gələsiniz. O sultan kimdir? Bir harlamarda hədislər var ki, o İmam Əlidir. Allah İmam Əli vasitəsilə Həzrət Musanı qüvvətləndirir, onu qalib eləyir, elə bir hətta qalib edir ki, düşmənlər də ona çatmır və onun vasitəsilə də qalib gəlirlər. Hətta nəinki o, bi əyətinə əntuma və mən ittəbə'kuma, sizə və sizə tabi olanlara. Kim ki isə tabidir, İmam Əli onlara da dəstək olacaq, onlara da yardım olacaq. Bunların vasitəsilə siz qalib gələsiniz. Burada işlənən sultan ifadədə həssədə gəlir ki, İmam Əlidir.
İmam Əli bu Quran ayəsi bizə göstərir ki, o dönəmdə də mövcud idi. Və bu iki nəfər o sultanın, o Əlinin istiqamət verməsi sayəsində dini təbliğ edə bildilər. Çünki ilkin ifadə nə idi? 33-cü ayədə Musa peyğəmbər ölümündən qorxur, canından qorxur. 34-cü ayəsində peyğəmbərlik işindən qorxur. Allah deyir ki, yox, sultana verməklə səni həm ölümdən qurtarıram, nicat verirəm, həm də peyğəmbərlik missiyamı tamamlayıram. Bəs Həzrət Əli əleyhissalam hər zamanda bütün peyğəmbərlərin dönəmində gizli, sonuncu peyğəmbərin dönəmində aşkar gəlib. Dəlili də bu ayədir. Qəsəs 33, 34, 35-də.